Yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. Bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Millət vəkilləri müxtəlif mövzular ətrafında müzakirələr də aparıblar. Milli Məclisin yaz sessiyası başladı. Sədr Sahibə Qafarova parlamentin ötən il gördüyü işlərdən, həyata keçirilən səfərlərdən danışdı. Bildirdi ki, parlamentin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Deputatlarımız iki beynəlxalq təşkilatın tədbirlərində iştirak etmişlər. Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilmişdir. Ay ərzində 5 ölkənin və bir beynəlxalq təşkilatın 6 nümayəndə heyəti ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur. Millət vəkili Vüqar Bayramov yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılacağını dedi. Vurğuladı ki, 9,2% artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Yaxın günlərdə Cənab Prezident tərəfindən imzalanacaq sərəncamla eyni zamanda bütün növ əmək pensiyalarında artımlar qeydə alınacaq və bütün növ əmək pensiyaları gözlənir ki 9,2% indeksləşdirərək artırılacaq. Bu təbii ki 1,1 milyon vətəndaşımızın pensiya məbləğlərinin artması anlamına gəlir. O baxımdan təbii ki həm iqtisadi, həm sosial yekunları və perspektivləri müsbət qiymətləndirmək lazımdır. Hazırda rəqəmsal həllərin, informasiya texnologiyalarının, o cümlədən makro müstəvidə iqtisadi sistemlərdə geniş formatda istifadəsi ilk növbədə dünya təcrübəsində formalaşmış beynəlxalq miqyaslı trend kimi deyil, aktual çağırış kimi qəbul edilməlidir. Bunu isə büdcə sistemi, mühasibat uçutu və dövlət satın almaları haqqında Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Samir Vəliyev dedi. İnformasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərin tətbiqi, maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək. Deputatlar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında qərar layihəsində müzakirə etdilər. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarıldı. 3 nəfər olmaqla Rəşad Rəsullu, Salman Musayev və Həcərxanım Babayeva 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzvü seçildilər. Sonra iclas müzakirələrlə davam etdi. Bəturə Nəbiyeva, Nadir Cəllov, Space.